Dünyada ən çox dəvə yetişdirilən ölkələr. 5-ci yer Səudiyyə Ərəbistanı. 2 milyon dəvə yetişdirilir. Daha çox bakteriyan tipli, yəni 2 güvəzli dəvələr burada yetişdirilir. Onların əksəriyyəti idman, mədəni məqsədlər və eyni zamanda yemək üçün istifadə olunur. 4-cü yer Kenya. 4,6 milyon burada dəvə yetişdirilir. Daha çox yemək və təsərrüfat məqsədləri ilə istifadə olunur. 3-cü yer Sudan. 5 milyon dəvə yetişdirilir. Daha çox ixrac edilir. Amma bundan başqa yemək üçün də və təsərrüfat məqsədi ilə də bunlardan istifadə olunur. İkinci yer Somali. 7,5 milyon dəvə istehsal olunur. Daha çox yetişdirilir. Daha çox burada təsərrüfat məqsədləri ilə istifadə olunur. Bir xeyli dəvəni də ərəb ölkələrinə ixrac edirlər. Və ən nəhayət birinci yer Çaddır ki, burada 10 milyon dəvə istehsal olunur. Çad və Somalidə daha çox dromader, yəni bir güvəzli dəvələr yetişdirilir. Bir məsələni də qeyd edeyim ki, dünyada ümumiyyətlə vəhşi dəvənin sayı yox olacaq dərəcədə azdır. Vəhşi dəvələrin sayına görə dünyada birinci yer tutan dövlət Avstraliyadır ki, burada 300 mindən çox vəhşi dəvə var. Qalan Çin, Monqolistan, Türkmənistan, Mərkəzi Asiya dövlətlərinin hərəsində 1500-2000-ə yaxın dəvə yetişdirilir, dəvə vardır. Yəni söhbət vəhşi dəvədən gedir. MDB məkanında ən çox dəvə yetişdirən dövlət isə Qazaxıstandır ki, burada 283 mindən çox dəvə yetişdirilir. İkinci yerdə Türkmənistan, üçüncü yerdə isə Özbəkistan gəlir.